Salam mənim əziz izləyicilərim. Bugünlər sizə tam fərqli bir San Sebastian piroqu hazırlayacağım. Fərqliliyini də qeyd edəcəm. Öncə bir ədəd labne pendirini hardasa 200 qram şəkər tozu ilə çalırıq. Yaxşı çalıb şəkəri əridikdən sonra üzərinə kabartma tozu, vanil, azacıq duz əlavə edib bir daha çalırıq. Daha sonra isə hardasa 200 qramlıq qaymağı onun üzərinə əlavə edib yaxşıcana kütləni qarışdırmağa başlayırıq. Sonra isə üzərinə 2 xörək qaşığı və yarım, belə deyim, 2 xörək qaşığı yarım və 3 xörək qaşığı qaradal nişastası əlavə edib bir daha kütləni yaxşı çalırıq. Bəli, burada fərqlilik dediyim kimi nə idi? Kakaonun əlavə edilməsi, yəni mənim San Sebastian'ım şokoladlı olacaq. Daha sonra isə 4 ədəd yumurtanı bir-bir əlavə edib çalırıq və növbəti yumurtaları əlavə edirik. Yəni hər dəfə əlavə etdikcə bir-bir çalırıq. Siz bunu bir ədəd qabda da pişirə bilərsiniz, amma mən 2 balaca qabda seçdim pişirməyi. Kalka kağızını salırıq. Görürsünüz, mən 2 kalka kağızından istifadə edirəm. Çünki alt hissəsi daha yaxşı. Üstlüyünü yuxarı buraxması üçün edirəm. Daha sonra qabı rahatcana çırpırıq ki, hava boşluğu qalmasın. Soba öncədən 150 dərəcə temperaturda qızdırılır və orta gözə qoyulub 35-40 dəqiqə pişir. Qeyd edim ki, dadı çox dadlıdır və pişdikdən sonra həmən çıxartmayın, ağzı açıq bir 10 dəqiqədə sobada qalsın. Nuş olsun hamınıza, ümid edirəm bəyənəcəksiniz. Kanalıma abunə olmağı unutmayın.